Allah'ım gör ne güne kalmışam. Bizim pullarımızın memurlar yer. 5 qəpik tapmışam, ona da sevinirəm. Min bərəkət. Ne tatlısınız. 5 qəpik. Vallahi Allah hakkı bu bizim için dünya değil anam. Dünya. Çöreğin üstünden bir 5 qəpik eksik olanda üstüne koysan ki Allah saat çok şükür çörek tapdık yemeğe. Heç olmasa bunu da olsa memur elimizden almayacak. 41 yaşlı Ruhiyyə Rüstəmova Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyində Dalandar vəzifəsində çalışır. Deyir, rəsmi iş vaxtının səhər saat 7-də başlamasına baxmayaraq, onlardan saat 8-ə qədər işlərini bitirmələri tələb olunur və buna görə də hər səhər saat 4-də hələ dan yeri sökülməmiş işə başlamalı olur. Yine video çəkirəm, zibilini necə toparlamışam. Bu nənəmin təndiridir. İlk günündədir. Bu mənim. Ruhiyyə Rüstəmova deyir, işə qaranlıqda başladığı kimi elə qaranlıqda da bitirir. İşini ağırlaşdıran səbəb isə müdürünün ondan öhdəliyində olmayan küçələri süpürməyini tələb etməsidir. Amma bu